Salam, hər vaxtınız xeyir. Bir nömrəli sınağa baxaq. Deməli, 5-ci sualda deyir ki, əziz Alex, sənin üzgüçülük dərslərin bazar ertəsi günü iyunun 5-i başlayır. Dərslər hər bazar ertəsi və çərşənbə günü saat 4-də, yəni günorta saatları saat 4-də olacaq. Özdə əsas hovuzda zəhmət olmasa özünlə eynəklərini və dəsmalını gətir. A bəndə də deyək ki, Alex'in dərsləri səhər saatlarındaydı. Orada 4 p.m. vermişdi. 4, yəni günorta saatlarında. Dərslər hər bazar ertəsi və çərşənbə günü idi. B bəndi doğrudur. Mətndə həmin bu hissədədir bizim cavabımız ki, hər bazar ertəsi və çərşənbə günüdür. Sonra 6-cı sualda deyir ki, salam Anna, unutma özünün bizim qatarımız saat 8:45-də, özdə səhər saatlarında 8:45-də sabah tərk edir, yəni gedir. Stansiyada görüşək 8:15-də, ticket ofisinin, yəni bilet ofisinin yaxınlığında, zəhmət olmasa gecikmə. A bəndə deyir ki, qatar 9:15-də çıxır. 9:15-də yox, 8:45-də çıxırdı. B bəndə deyir ki, onlar qatarın içərisində görüşəcəklər. İçərisində yox, ticket ofisinin near yaxınlığında. Onlar görüşməlidirlər half an hour, yarım saat çıxmadan əvvəl, yəni yola düşmədən əvvəl. Doğrudur C bəndi, çünki qatar 8:45-də yola düşür, onlar isə 8:15-də, yəni yarım saat əvvəl görüşməli idilər. Sonra 7-ci sualda mənimdir əziz kolleqalarım, siz dəvət olunursunuz bizim rəqəmsal bacarıqlar məşğələmizə martın 10-da günorta saat 2-də. Otaq 305-də. Məşq 3 saat davam edəcək. Zəhmət olmasa 15 dəqiqə daha tez gəlin qeydiyyat üçün. A bəndində deyir ki, məşğələ səhər saatında başlayacaq. Burada 2 p.m. vermişdi. Günorta 2-də idi. B bəndində deyir ki, 5-ə qədər davam edəcək. Bu doğrudur. Çünki 2-də başlayır və burada bildirir ki, 3 hours last davam edəcək. Yəni 2-də başlayırsa, deməli 5-də qutaracaq. Onda da doğru olur ki, saat 5-ə qədər davam edəcək. Elə cavabımız olur B bəndi. Sonra gələk mətnlərimizə. Paralimpiya oyunları dünyadakı ən vacib idman hadisələrindən biridir. Onlar beynəlxalq yarışlardır atletlər üçün, hansı ki, fiziki əlildirlər, fiziki qüsurları var. Oyunlar hər 4 ildən bir başlayır və Olimpiya oyunlarından sonra buna da daxildir. Həm yay paralimpiya oyunları, həm də qış paralimpiya oyunları var. Atletlər iştirak edirlər. Atletika, üzgüçülük, əlil arabasında olan basketbol, xizək sürmə, buz xokeyi kimi çox geniş şəkildə olan, bu çox geniş yayılmış belə deyək, idman növlərində. Paralimpiya oyunları fikri başlayıbdı Doktor Ludwiglə, Alman həkimi, kim ki İngiltərəyə 2-ci Dünya müharibəsi ərzində köç etmişdir. 1944-cü ildə o başlayır işləməyə yaralı əskərlərlə, kimlərin ki onurğa beynində yaralar var idi. Doktor Gutman inanırdı ki, idman sadəcə fiziki baxımdan sağlam qalmaq deyil, həmçinin də gücdür ki, to give, dəqiqə davamına baxaq. İnsanlara inam, müstəqillik, ümid və qürur verir, özlərinə inam verir. 1948-ci ildə o təşkil etdi ilk kiçik yarışı əlil atletlər üçün, hansı ki, bu da baş tutmuşdu eyni zamanda London Olimpiya oyunları kimi. Bu hadisə indi də hesab olunur paralimpiya hərəkətinin başlanğıcı. 12 il sonra 1960-cı ildə ilk rəsmi olimpiya oyunları keçirildi Romada. 400 atletin, 23 ölkədən 14 atletin iştirakı ilə. Hadisə böyük uğur idi və tezliklə oyunlar daha da böyüdü və daha da məşhur oldu. Bugün minlərlə atletlər, 150 ölkədən olan atletlər iştirak edirlər burada. Paralimpiya oyunları böyüməkdə davam edir və insanları, dünya tərəfindəki insanları ruhlandırır. Onlar göstərir ki, insanların qətiyyətini və sübut edir ki, disability, yəni bacarıqsızlığın, daha doğrusu əlilliyin mənası bacarıqsızlıq deyil. Oyunlar davam edir, bərabərliyi, hörməti və cəsarəti irəli çəkməkdə, önə gətirməyə də davam etməkdədir.
8-ci sualda mətn nə haqqındadır deyir. Burada Y bəndi olur ki, Paralimpiya oyunlarının tarixi haqqındadır. Sonra 9-cu sualda bizdən false yanlış variantı istəyir. Və A bəndində deyir ki, Paralimpiya oyunları hər 4 ildən bir keçirilirdi. Bu doğrudur. B bəndində deyir ki, ilk Olimpiya oyunları Romada baş tutdu. Deməli, ilk Olimpiya oyunları burada baxa bilərsiniz. Deyir ki, ilk rəsmi Olimpiya oyunları Romada baş tutubdu. Bu doğrudur. Bizdən isə yanlış variant istəyirdi. C bəndində deyir ki, sadəcə buna yay oyunları daxildir. Burada isə bildirilirdi ki, həm yay, həm də ki, qış oyunları var idi. Sonra ona görə cavabımız burada olur C bəndi. 10-cu sualda ilk yarış əlillər üçün 1948-ci ildə olan bu yarış mətndə həmin hissəyə baxaq. 1948. Deməli, bir dəqiqə varianta təkrar nəzər yetirim. Hesab olunurdu Olimpiya oyunları hərəkətinin başlanğıcı kimi. Deməli, 1948-ci ildə deyir, ilk kiçik yarış keçildi əlillər üçün və bu hadisə Paralimpiya hərəkatının başlanğıcı hesab olunurdu. Elə 10-cu sualda olur cavabımız A bəndi. Sonra 11-ci sualda nə üçün Dr. Gutman təşkil etdi əlil insanlar üçün bu idmanı? A bəndində deyir ki, əsgərlərin sayını azaltmaq üçün. Xeyr, B bəndi olacaq. Özlərinə confidence, hope, ümid və inam verməkdən ötürü həmin hansı ki bu hissədədir bizim cavabımız. Sonra 12-ci sualda bizdən sadəcə doğru variant istəyir. Paralimpiya oyunları hər 2 ildən bir, 2 deyil 4 ildən bir keçirilirdi. Bu yanlışdır. Olimpiya oyunları shortly before. Burada before verib, amma mətndə diqqət eləsəz bu hissədə after veribdir. Ona görə ikinci cümləmiz yanlışdır. Sonra 3 də deyir ki, ilk Olimpiya oyunları 1960-cı ildə keçirilib. Bu doğrudur. Çünki burada da qeyd olunub ki, ilk rəsmi oyun 1960-da baş tutubdu. 4-cüdə isə deyir ki, ilk rəsmi oyunlar uğursuz oldu. Burada isə deyir ki, o ilk oyunlar, rəsmi oyunlar keçirildi və great success, böyük bir uğur qazandı. Ona görə burada olur cavabımız C bəndi. Sonra 13-cü sualda bizdən derivative noun düzəltmə isimləri soruşur. Steamship mürəkkəb isim idi. Sonra C bəndində armchair mürəkkəbdir, policeman mürəkkəbdir, moonlight mürəkkəbdir. Ona görə qalır cavabımız B bəndi. Tion şəkilçisi və main şəkilçisi var burada. Sonra 14-cü sualda zoo sözü işlənir Z artiklı ilə. Old tiger yaşlı pələng o saytı ilə başladığına görə burada veririk ən artiklı, cavab olur Y bəndi. Sonra 15-də yesterday sadə keçmiş zamandır, veririk went, B və D bəndi arasında qalıq. End olanda da həmcins xəbərlərdən söhbət gedir. Bir tərəfə hansı zaman vermişiksə, digər tərəfə də həmin formada olmalıdır. Yəni sadə keçmiş vermişiksə, digər tərəfə də sadə keçmiş zaman veririk. 16-cı sualda məhsul növü istəyir bizdən. Z ilə başlayan cümləni götürə bilmirik. Sell indiki zamandırsa bizə lazımdır. Am, is, are, üstə gələk participle to. Burada variantımızda bir A bəndində var, bir də D bəndində var. Amma A bəndində izdən sonra bin olmaz deyə cavab olur D bəndi. 17-ci sualda mustdan sonra to gəlməz. Want be olmalıydı. Will be'si yoxdur. A ilə Y bəndi doğrudur, amma U ilə də həz yox, have olar deyə cavab olur Y bəndi. 18-ci sualda ifadəmiz both and-dir. Neither nor, either or. Both and B bəndi doğru olacaq. D-də isə yenə də either or olmalıdır. 19-cu sualda mübtəda xəbər, üzr istəyirəm, xəbər uzlaşmasıdır. Of-a qədər baxırıq və burada of-a qədər types cəmdə olduğuna görə xəbərdə cəm götürürük. Yəni 2 və 4 cavab olur C bəndi. 20-ci sualda borrow, safə, bunlar from sözünüsü ilə işlənir. A bəndi olur. Sonra 21-ci sualda boşluqdan sonra isim gəlibdir. C bəndi, D bəndi və Y bəndindən sonra isim gələr. Amma C bəndi özündən sonra how much sayıla bilməyən isim istəyir. How many cəm isim istəyir. Yerdə qalır whose. 22-ci sualda understand the value. Kiməsə nəyəsə olan vacibliyi, dəyəri bilmək, başa düşmək. Bu appreciate, yəni qiymətləndirmək. Say number, sayıları demək bu saymaqdır. Inquire ki, cavab verməkdir. Daha doğrusu üzr istəyirəm, soruşmaq mənasındadır. Olur C bəndi.
23-də deməli, and can you several bir neçə dili bilən şəxs olur, poliglot. 24-də antonim cütlüyünü soruşur, cavab olur B bəndi, win qalib gəlmək, lost itirmək. 25-də isə close meaning, yəni sinonimlər soruşur bizdən. Bu da olur 1 və 3, ikisi də müasir deməkdir.